Hər vaxtınız xeyirli olsun, əziz izləyicilərim. Bugün sizə çox gözəl bir mənzil təqdim etmək istəyirəm. Olduqca qəşəng, ideal təmir olunmuş, gözəl dizayn, harmoniya, gözəllik, yaradıcılıq, bir sözlə hər şeyi bir-birini burada tamamlayır. Mənzilimizin giriş dəhliz hissəsidir. Gördüyünüz kimi gözəl fotoğraf boyalarla bəzədilib. Keramik qranit olan hissələrimiz istipolda təchiz olunub. Mənzilimizin gözəl qonaq otağı, geniş, işıqlı. Burada TV stand yığılıb, zövqlü, yaraşıqlı, qəşəng. Gördüğünüz kimi mənzildə hər şey yerli yerində, gözəl və səliqəlidir. Çox zövqlə təmir olunmuş, əla bir mənzildir. Mənzildə istifadə olunan bütün materiallar bahalı və zövqlüdür. Bura mənzilimizin mətbəx hissəsidir. Gördüğünüz kimi mətbəx mebeli yığılıb, aspirator, qaz peçi quraşdırılıb. Buradan mənzilimizdən gözəl bir panorama açılır. Ceyranbatan gölünə, Xırdalanın gözəl mənzərəsini buradan seyr edə bilirik. Bura işıqlarla koridor və qonaq otağı bəzədilib. Gördüyünüz kimi hər şey yerli yerində, gözəl, yaraşıqlı, ideal zövqlə işlənmiş bir mənzildir. Bura mənzilimizin hamam otağı, sanuzelidir. Bütün aksesuarlar quraşdırılıb, hazır vəziyyətdə. Tavan asma tavandır. Gördüğünüz kimi bahalı və səliqəli aksesuarlarla hazırlanıb hamam otağı. Buradan keçirik bizim yataq otağına. Yataq otağı da səliqəli, gözəl hazırlanıb. Gördüyünüz kimi işıq çıraqlarla bəzədilib. Yataq otağından balkona çıxışımız var. Buradan balkon çıxışdır. Burada istipolun kollektoru, kombi sisteminin xətləri. Burada da qaz sayğacı yerləşdirilib. Buradan da Xırdalana gözəl bir mənzərə açılır. Eyni zamanda Ceyranbatan gölünə çox gözəl bir mənzərəsi var. Mənzilin qazı, işığı, suyu daimidir. Mənzilin sahəsi 59 kvadrat metrdir. Bir otaqdan iki otağa düzəldilmə, gözəl, yaraşıqlı, ideal zövqlə işlənmiş bir mənzildir. Maraqlananlar açıqlama bölməsində əlaqə saxlaya bilərlər. Qiymətlə bağlı açıqlama bölməsində qeydiyyatımız olacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun.